iqtisadi tədbirlərdən. AXC-nin iqtisadi tədbirləri. İlk məsələ. 1918-ci il 27 iyun tarixində 2 dənə iqtisadi fəaliyyət haqqında qərar verildi. 2 dənə iqtisadi fəaliyyət haqqında qərar verildi. Birinci qərar nə idi? Birinci qərar bu idi ki, ərzaq məhsullarının xaricə daşınması qadağan edildi. Bu qadağanı dövlət niyə elədi? Ölkənin ərzaq təhlükəsizliyini həyata keçirmək üçün, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün dövlət ərzaq məhsullarının xarici daşınmasını qadağan elədi. Bu birinci qərar. 27 iyunda verilən ikinci qərar bu idi ki, ölkə ərazisində azad ticarətə icazə verildi. Yəni azad ticarət elan edildi. Bu AXC-nin həyata keçirdiyi ilk vacib və təxirə salınmaz iqtisadi tədbir idi. Danışaq indi digər məsələlərdən. Demək olar, AXC dövründə görülən iqtisadi tədbirlərdən ən vaciblərindən biri 1918-ci ilin sentyabr ayında AXC-nin pul vahidi dövrəyə buraxıldı. O pul vahidi necə adlanırdı? Manat. Və yaxud da həmin pul vahidinə testlərdə görə bilərsiniz. Bakı bonu da deyirdilər. Bakı bonu və yaxud da manat. Görülən ikinci vacibi iqtisadi tədbirlərdən biri buydu. Üçüncü iqtisadi vacib tədbir buydu ki, 1919-cu ilin sentyabrında isə AXC-nin Milli Bankı fəaliyyətə başladı. Baxın bura, pulun dövrəyə buraxılması sentyabr 18-ci il, bankın fəaliyyətə başlaması 19-cu sentyabr. Yadda qalan tarixlərdir. AXC hökumətinin bütün hökumət dövründə 5 hökumət olub. 5-nin də dövründə ölkə iqtisadiyyatını inkişaf elətdirmək üçün tədbirlər görülmüşdür. Ən vacib tədbirlər və saydığım məsələlərdir. Məsələn, bu hadisələr saydığımız bazı, məsələn, bu hadisə 1918-27 iyun hadisəsi 2-ci hökumət dövrünə düşür. 18-ci sentyabr pul vahidi dövrünə bu da 2-ci hökumətdir. 2-ci hökumətdə rəhbər kim idi? Fətəli xan Xoyski. Və bunlar Fətəli xan Xoyski baş naziri dövrünə aiddir. Bankın açılması isə 19-cu sentyabr 4-cü hökumət dövrünə düşür. O da Nəsib bəy Yusuf Bəllinin dövrünə aiddir. Qalan xırda məsələlərdə özünüz baxarsınız, vacib məsələləri izahını verdim sizə. Danışaq indi şu an digər bir vacib məsələdən. AXC-nin neft sənayesindən. Görələn neft sənayesini inkişaf elətdirmək üçün AXC hökuməti hansı tədbirlər görür? Qarışdırmayın özünüzə, neft sənayesi də elə iqtisadi tədbirlərə aiddir. Demək olar, AXC dövləti yaranandan sonra 1918-ci ilin 5 oktyabr tarixində, 5 oktyabr müəllimlər günü yadda saxlaya bilərsiniz də, 5 oktyabr tarixində belə bir önəmli fərman verildi. Nə idi önəmli fərman? Fərmanın mahiyyəti buydu ki, bu fərmanla milliləşdirmə ləğv edildi. Yəni, deyirsiniz ki, müəllim, AXC niyə milliləşdirmə edib sorular bilib? Mən də deyirəm ki, AXC heç vaxt milliləşdirmə iqtisadiyyatda eləməyib. Bakı XKS dövründən olmuşdu o milliləşdirmə. Bakı XKS-nin milliləşdirdiyi zavodlar, fabriklər, ticarət gəmiləri, banklar hamısı ləğv olundu və köhnə sahiblərinə qaytarıldı. Yəni bu fərmanın vahidi budur ki, milliləşdirmə ləğv edildi. Əvvəlki zavodlar, fabriklər, ticarət gəmiləri, banklar, pullar hamısı əvvəlki sahiblərinə qaytarıldı. İqtisadiyyatımızın inkişafı üçün görülən bu tədbir mühüm əhəmiyyətə malik olan tədbirlərdən biri idi. Görülür ki, bu tədbir neçənci hökumətə aiddir? 2-ci hökumətə aiddir. Başqa bir dənə hadisə danışım sizə. Azərbaycan neft sənayesi üçün önəmli olan neft kəməri var uşaqlar. Həmin kəmər adı budur. Bakı-Batum kəməri. Həmçinin Batum limanı da bizim üçün çox əhəmiyyətli idi. Mən yazı Seyim dövrü demişdim sizə. AXC Azərbaycan fraksiyası Trabzon konferansında Batumun bizdə qalmasını istəyirdi. Niyə? Çünki Batum bizə iqtisadiyyatın daşınması çox önəmli əhəmiyyətə malik idi. Bakı-Batum neft kəmərinin təmiri başa çatdırılır. Tarixi yoxdur. Təmir etdirilir. Təbii ki, niyə təmin etdirirlər? Neft satışını, neft daşınmasını yaxşılaşdırmaq üçün. Bakı-Batum neft kəməri Azərbaycan neftinin xarici daşınması üçün önəmli bir dənə, əhəmiyyətli bir dənə neft kəməri idi. Aydın olduğum məsələ, bunu bildik. İkinci məsələ. Azərbaycanın ta ki, Çar Rusiyasının hakimiyyətdə olduğu dövrdə də əsas neft bazarı haraydı? Rusiya.
AXC-nin də biz bilirik ki, AXC dövründə Rusiyada Sovet hökumət hakimiyyətdə idi, Sovet Rusiyası. Bu dövlət AXC-nin müstəqil tanımırdı. AXC hökumətləri bu dövlətlə münasibətləri normallaşdırmağa çalışırdı ki, Azərbaycan neftinin əsas satış bazarı bura olduğu üçün neftimizi bura yönləndirək. Çox cəhdlər edildi. Amma Sovet Rusiyası ilə AXC-nin süqutuna qədər normal münasibətlər qurulmadı. Səbəb nə idi? Çünki Rusiya Azərbaycana hələ də öz ərazisi kimi baxırdı və hələ də bu ərazi işğal niyyətində idi. Ona görə Sovet Rusiyası AXC yaranmasından süqutuna qədər Azərbaycanın müstəqilliyi tanımayıb. Bir məsələ deyim sizə. AXC-nin 4-cü hökuməti var. Bilirsiniz ki, bu hökumətin rəhbəri kim olub? Kim olub? Nəsib Yusifəli. Sual düşər ki, 4-cü hökumət dövründə əsas məqsədlərdən biri nə olub? Cavab budur ki, 4-cü hökumətin əsas məqsədlərindən biri Sovet Rusiyasına münasibətlərin normallaşdırılmasıdır. Sual düşər, hansı hökumətimiz Sovet Rusiyasına münasibətləri normallaşdırmağa çalışır? 4-cü hökumət. Niyə? Neftimizin satışını təmin etmək üçün. Alındı mı? Alınmadı. Sovet Rusiyasına münasibətlər normallaşdırılmadığı üçün AXC öz diqqətini verdi Bakı-Batum neft kəmərinə və bu yolda öz neftini xaricləşdirməyə başladı. Sonra biz xarici siyasət dərsində belə bir dənə məsələ keçəcəyik. AXC-də İngilislərin də himayədarlıq dövrü olub. General Thompson gəlib AXC-yə. Bu AXC-nin bir müddət, təqribən 1 ilə yaxın, 1 ildən biraz az müddətdə İngilislər himayə ediblər. Thompsonun rəhbərliyi. İndi qulaq asın. Belə bir dənə məsələ deyim sizə. İngilislərin hökmranlığı dövründə AXC-nin Bakı-Batum neft kəməri neftin daşınması dayanmışdı. AXC necə bu satışı yenidən qaydaya qoyulmağa nail oldu? Demək, İngilislərlə aparılan danışıqlar nəticəsində həmin vaxt dünya müharibəsi bitmişdi və belə bir dənə müqavilə imzalamışdı qalib dövlətlər, məğlub dövlətlər. Keçəcəyik biz bunun mütabiqə. Versal müqaviləsi. AXC Versal müqaviləsinin 89-cu maddəsinə əsasən neft satışını, Bakı-Batum neft kəmərinin neft daşınmasını təzədən qaytara bildi. Həmin maddə azad ticarəti göstərən maddə idi. Dünya dövlətləri bunu imzalamışlar. AXC dedi ki, siz özür bilirsiniz ki, 89-cu maddədəki azad ticarət olsa, amma bizə icazə vermirsiniz neft satışına. Həmin maddəni əsas gətirən AXC bu maddəyə əsasən, Versal müqaviləsi bu maddəsinə əsasən neft satışı neylədir? Qaydasına qoydu. Aydındır. Bu da bir dənə iqtisadi məsələ. Danışaq edin digər iqtisadi məsələdən, onu da qeyd edirəm sizin. Agrar məsələ. Agrar məsələ bilirsiniz nədir? Torpaq məsələsi. Şular, belə bir dənə cümlə deyim sizə. AXC-nin mövcud olduğu 23 aylıq dövrdə, yəni bir ildən bir ay əskikdə, bütün mövcud dövründə AXC-də agrar qanun qəbul edilməyib. Yəni AXC-nin agrar qanunu olub, olmayıb. Bəs indi biz hansı agrar məsələdən danışırıq? Diqqət! AXC-də agrar qanunu olmayıb, amma agrar qanun layihəsi qəbul edilib. AXC-nin agrar qanunu qəbul edilməsə də, agrar qanun layihəsi hazırlanıb. Bu layihəni hazırlayıb hansı partiya? Azərbaycanın məşhur partiyası, Müsavat partiyası AXC-nin agrar qanun layihəsini hazırlayıb. Nə vaxt hazırlayıb? 1919-cu ilin fevral ayında. Həmin qanun layihəsində hansı məsələlər nəzərdə tutulurdu? Oxuyacaqsınız. Həmin qanun layihəsində deyilirdi ki, bütün torpaqlardır. Dövlət bu torpaqları bir hissəsini özündə saxlayır. Qalan hissəsi də pulsuz kəndlərə paylayır. Və kəndlərin hər biri torpaq sahibinə çevrilir. Qanun layihəsinin mahiyyəti buydu. Həmin qanun layihəsi parlamentdə müzakirəyə çıxarıldı. Amma hökumətdə olan çəkişmələr, hökumətdə olan böhran və digər siyasi məsələlərə görə həmin qanun layihəsi qəbul edilib, qanuna çevrilmədi. Ona görə biz deyik ki, AXC-də qanun layihəsi olub, agrar qanun layihəsi, amma agrar qanun qəbul edilməyib. Əgər bu layihə təsdiq olunsaydı, agrar qanun qəbul edilərdi. Amma agrar qanun olmayıb. Testdə vəzir uşaqları çəkdirmək üçün yazırlar ki, AXC-də agrar qanun qəbul edildi 19-cu fevral ayında. Uşaq da bunu düz götürür. Düz deyil ha, agrar qanun qəbul edilməyib, qanun layihəsi hazırlanıb. Qanun verilməyib. Başa düşdük məsələndə, aydın oldu. İndi danışaq digər məsələdən. Biz iqtisadi məsələləri danışdıq. Yetəriz danışdıq. İndi ola bilər fikrindən çıxan və diqqətimdən qaçan məsələlər oldu. Amma yetərincə əhatə edildiyimi düşünürəm. İndi danışaq biz AXC-nin sosial məsələlərindən. Axı dərsimizin başlığı sosial iqtisadi tədbirlər, düzdür. Biz iqtisadi məsələlərdən danışdıq, sosial məsələ qaldı.
Sosial məsələ bir sınır olan şeydə əhali ilə bağlı olan məsələlərdə, insanlarla bağlı məsələ. AXC öz insanını, öz vətəndaşını həmişə öndə tutan bir dövlət idi. Həmişə vətəndaşının rahatçılığı və vətəndaşın güzəranını yaxşılaşdırmaq üçün tədbirlər, planları hazırlayırdı. AXC dövründə bax belə bir dənə nazirlik yaradılmışdı. İndi bu kitabda verilməsə də, amma testlərdə qavaza çıxacaq deyə deyirəm. AXC-də 1918-ci ildə Himayədarlıq Nazirliyi yaradılıb. Himayədarlıq Nazirliyi. Məhz bu nazirlik əhalini himayə eləmək üçün yaradılmışdı. Əhalini müdafiə eləmək üçün yaradılmışdı. Sonra başqa bir dənə məsələ deyirəm sizə. Əhalinin güzəranını yaxşılaşdırmaq üçün 1918-ci il iyul ayında işçilərin maaşlarının artırılması haqqında fərman verilmişdi və maaşlar artırılmışdı. Görürsə, əhalinin yaxşı yaşaması üçün görülən tədbirlərdən biri budur. Başqa bir dənə məsələ. 1919-cu ilin fevral ayında AXC dövlətində, AXC-də ehtiyacı olan ailələrin övladlarına yardım edilməsi haqqında fərman qərar verilmişdi. Bu qərarla ehtiyacı olan fəhlə, kasıb ailələrin övladlarına yardım ediləcəkdir. Görürsən, bu qərarın da mühüm əhəmiyyəti var idi. Yazırıq burada qısa olaraq. Ehtiyacı olan ailə uşaqlarına yardım haqqında qanun verilmişdir. Görürsünüz, bu sosial tədbirlər bizə onu göstərir, onu sübut edir ki, AXC-də sosial, əhalinin güzəranını yaxşılaşdırmaq üçün, əhalini demək, yaxşı yaşayışını təminləmək üçün tədbirlər də görülmüşdür. Aydındır, başa düşdük biz bunu. İndi keçirik mədəni məsələlərə. Mədəni quruculuq. İlk başlığı oradan mənə deyirsiniz, mən danışamam başlığı haqqında. Mədəni quruculuqda ilk başlıq nə idi? Ana dili və təhsil. Hə, ana dili təhsil. Demək uşaqlar, bizim ana dili qanunumuz nə vaxt verildi? Biz bildik də 1918-27 yılında ana dili, Azərbaycan türkçəsi ana dili olması haqqında qanun verilmişdir. 1918-ci ilin avqust ayında isə AXC-də bütün təhsil müəssisələrində ana dilində tədrisin tək olması haqqında qərar verilmişdir. Bütün tədris müəssisələrində təhsil ana dilində keçirilməli idi. Ana dilində olacaqdı. Bu mühüm tədbirlərdən, qanunlardan biri idi. Həmçinin, belə bir məsələ deyim sizə. 1918-ci ilin avqust ayında həmçinin belə bir iş görülmüşdür. Məktəblər milliləşdirilmişdir. Nə deməkdir bu? Yəni, məktəblər dövlətin ixtiyarına keçmişdir. Ben bir dənə cümlə deyirəm, bunu qeyd edirsiniz evinizdə, öz üçün qeyd edirsiniz. AXC dövlətində milliləşdirilən bir dənə sahə var, o da təhsil sahəsi, məktəblərdir. Qalan heç bir sahə milliləşdirilməyib. AXC-də milliləşdirilən bir dənə məsələ, sahə var. Təhsil sahəsi, məktəblər milliləşdirilib. Keçib dövlətin ixtiyarına. Qalan heç bir sahə milliləşdirilməmişdir. Bu cümləyi yadda saxlayırsınız. Aydındır. Sonra bir dənə mədəni hadisə deyim sizə. 1918-ci ilin payızında AXC-də belə bir dənə hadisə görüldü, iş görüldü. Qazax müəllimlər seminariyası. Yadınıza gəlib keçmişdik 1876 Qori seminariyası, Azərbaycan şöbəsi 1879-cu ildə, düzdür? Həmin o Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi 1918-in payızında Qazaxa köçürüldü və Qazax müəllimlər seminariyası yaradıldı. Aydın məsələdə, tək olur məsələdə, lap əla. Sonraki başlıq hansı başlıqdır? Müəllimlər qadınlanır. Zaten müəllim qadınları dedim. Sonra hansı başlıq gəlir? Ali təhsil sahəsi tətbiq. Ali təhsil. Ali təhsil deyəndə bunu yazacaq birinci. Bakı Dövlət Universiteti. Çoxumuzun indi arzusudur ora qəbul olunmaq, orada oxumaq. Bakı Dövlət Universiteti. Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun nə vaxt verildi? 1919 1 sentyabr. Məhz bu qanunla bu universitetin yaradılması haqqında qərar verildi. Və hələ həmin gün 1 sentyabrda Azərbaycanlı bir çox gənclərin Avropaya göndərilməsi haqqında qərar verildi uşaqlar. Özü Tağıyevin vəsaiti ilə, AXC-nin vəsaiti ilə.
həmin gənclərin bir çox getdilər Avropada təhsil almağa, təqribən bir neçə nəfəri qaldı, getmədi. Niyə? Həmin o bir neçə nəfər Rusiyaya getməli idi, oxumalı idi. Amma Rusiya ilə münasibətlərimiz normal olmadığı üçün Rusiyaya gedəcək gənclər göndərəmədi. Qalan digər gənclər göndərildi digər ölkələrə təhsil almaq, ali təhsil almaq üçün. Bakı Dövlət Universiteti bir neçə şöbədən tarix şöbəsi var idi, tip şöbəsi var idi, nə bilim, digər sahələrdən şöbələri var idi. Bunun haqqında ətraflı oxuyacaqsın. Növbəti başlıq nə idi Səid? Əlifba islahatını keçirildi. Sonra, AXC-də əlifba ilə bağlı belə bir dənə iş görüldü. 1919-cu ilin mart ayında əlifba islahat komissiyası yaradıldı. 19 martında. Hansı qədə düşür? 3-cü hökumətin dövründə. Bu komissiya Latın dilində, Latın əlifbası ilə öz milli dilimizdə bir əlifba hazırlamalı idi və həmin əlifba qəbul edilməli idi. Amma Sovet işğalına görə əlifba qanunumuzda verilməyib. Bəyan dedim sizə, Adrar qanunu AXC-də olmayıb, AXC-də əlifba qanunu da olmayıb. Əlifba komissiyası yaradılıb. Həmin komissiya əlifba islahatı keçirtməli idi, əlifba qanunu verməli idi. Amma AXC Sovet işğalına məruz qaldığı üçün həmin qanun qəbul edilməli. Bunun haqqında da oxuyacağız. Növbəti cümlə nə idi? Mədəni Maarif müəssisələri. Şuna, AXC-də Bakı Dövlət Universiteti yaradıldı ya. Nə vaxt yaradıldı? 1930 sentyabr. Bakı Dövlət Universiteti nəzdində müəyyən cəmiyyətlər fəaliyyət göstərirdi. Məsələn, bir dənə onun nəzdində fəaliyyət göstərən muzey var idi. İstiqlal Muzeyi. Onun tarixini verir, yazıram seçsin. 1919 7 dekabrda İstiqlal Muzeyi fəaliyyətə başlayıb. Parlamentin fəaliyyətə başlamasından düz bir il sonra. Aydındır. Bu muzey öz müstəqilliyimizi əhatə edən, müstəqilliyimizi göstərən bir dənə muzeydir. Sonra, AXC-də Bakı Dövlət Universiteti nəzdində Türk Ocağı cəmiyyəti var idi. Bu cəmiyyət Türk xalqlarının mədəniyyətini, etnografiyasını insanlarını satdırmaq üçün idi. Sonra bir dənə cəmiyyət var idi. Müsəlman şərqini öyrənən cəmiyyət. Bu cəmiyyətdə müsəlman xalqlarının mədəniyyəti öyrənmək üçün yaradılmışdır. Bu cəmiyyətdən tarixi verilir, amma yazıram sizə. 1919-cu ildə açılmışdı bu cəmiyyətlər və bu cəmiyyətlərdən AXC-də çox böyük önəmli mədəni tədbirlər görən cəmiyyətlər idi. Sonra hansı başlıq gəlir? Teatr. Sonra AXC-nin Azərbaycanda ilk dəfə Şimali Azərbaycan teatrı nə vaxt yaranmışdı? 1873-cü il, düzdür? İlk teatr binası 83-cü ildə. AXC dövründə teatrımız 1918-ci ilin oktyabrında. Buna biz deyirik, gözdə belə deyirik. Milli teatr. İlk milli teatrımız. Çünki Çar Rusiyası dövründə yaradılan teatrımız milli deyildi. Bu bizim milli teatrımızdır. Milli teatr əsası 18 oktyabrda qoyuldu və milli teatrda ilk tamaşaya qoyulan əsər Nəriman Nərimanovun Nadir Şah faciəsi oldu. Bu teatr haqqında məlumat. Sonra hansı başlıq gəlir? Mətbuat. Şuna, AXC-nin əsas mətbuat orqanı Azərbaycan qəzeti idi. Azərbaycan qəzeti. Amma Azərbaycan qəzetindən AXC-də İstiqlal, Qurtuluş, Mədəniyyət. Bəli, İstiqlal, Qurtuluş və Mədəniyyət qəzetləri də var idi. 4 dənə qəzet var, amma əsas mətbuat orqanı hansıdır? Azərbaycan qəzeti. 1918-ci ilin noyabr ayında AXC dövlətində mətbuatda senzura ləğv edildi. Senzura uşaqlar mətbuat qadağasına deyirlər. Yəni qadağa ləğv edildi və mətbuat azadlığı elan edildi. 1918-ci ilin noyabr ayında. Hansı hökumət dövrünə düşür? İkinci hökumətin dövrünə düşür. Yəni mətbuat qadağasını ləğv edən hökumət hansı hökumətdir? İkinci hökumət. Xan Xoyskun başçılıq etdi, ikinci hökumət. Dərsimizin izahı bu qədər. İnanıram ki, məsələlər anladınız. İnşallah gələn dərs bilərsin, soru-suala sizlə eləyəcək.